Qərəzlidir. Başqa cür necə adlandırmaq olur? Martın 14-də Bakı Apellyasiya Məhkəməsində Rıza Səfərsoyun növbəti məhkəmə prosesi keçirilib. Prosesdə iştirak edən vəkilləri Fəxrəddin Mehdiyev və Nazim Musayev Kanal 13-ə bildirib ki, Xəzər rayon məhkəməsinin Rıza Səfərsoy barədə verdiyi qərardan apellyasiya şikayəti verdik, lakin hakim hökmü qüvvədə saxladı. Vəkillər Səfərsoyun həbsini qanunsuz və səbəbsiz olduğunu bildirir və onun dərhal bəraət verilməli olduğunu qeyd edirlər. Onlar bununla bağlı Beynəlxalq İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini bildiriblər. Bugün Xəzər rayon məhkəməsinin Rıza Səfərsoyunda çıxartdığı hökmlə apellyasiya şikayət vermişdir. Şikayətin belə deyək də, nə qədər ki artıq apellyasiya məhkəməsinin qərarı elan olunub, axırıncı məhkəmə iclası idi. Şikayətimizin dəlillərini və ondan əlavə hansı qanun pozuntuları olub, hamısını bir məhkəmənin nəzərinə çatdırdıq və bir hüquqşünas kimi, bir vəkil kimi hesab elədik ki, həmin pozuntular əsasında məhkəmə şübhəsiz ki, yeni qərar qəbul etməlidir. O yeni qərarın da qəbul olunacaq yeganə qərar ondan ibarət olmalıdır ki, Xəzər rayon məhkəməsinin qanunsuz və əsassız hökmü ləğv edilməlidir və Rıza Səfərsoy barəsində bəraət hökmü çıxarılmalıdır. İndi geniş danışmağa ehtiyac yoxdur, amma bütün iş materialları, bizim gətirdiyimiz dəlillər, məhkəmə iclasının gedişatı, hamısı onu deməyə 100% əsaslar yaradılır ki, doğrudan deri olmalıdır. Amma təəssüflər olsun ki, Xəzər rayon məhkəməsinin qanunsuz və əsassız hökmü yenə də qüvvəsində saxlanıldı. Nazim bilən kifayət qədər bu barədə müfəssəl danışdı. Ümumiyyətlə biz apellyasiya şikayətində bir neçə dənə tələb irəli sürmüşdük. Bunun birincisi Rıza Səfərsoyun ümumiyyətlə əməlində həm cinayət tərkibi olmadığına görə, cinayət hadisəsi olmadığına görə bəraət verici əsaslarla cinayət icraatına xitam verilməlidir. Birinci. İkincisi, Avropa İnsan Hüquqları Konvensiyasının həm 3-cü maddəsinin, həm 5-ci maddəsinin, həm 6-cı maddəsinin, 8-ci maddəsinin, 18-ci maddəsinin pozuntusunun tanınması barədə apellyasiya şikayətində bildirmişdik və üçüncüsü də xüsusi qərar çıxarılması. Çünki siz məhkəmə prosesində də iştirak etdiniz və gördünüz ki, o apellyasiya şikayətin dəlillərində də biz onu ifadə etdik. Həm cinayət işinin materialları müstəntiqlər tərəfindən saxtalaşdırılıb, həm də hakim tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən işin faktikaları təhrif edilib. Ona görə də həm konstitusion normalar ciddi şəkildə pozulub, həm də cinayət prosessual maddənin məcəlləsinin əsasən prinsipal maddələri pozulub. Ona görə də hesab edirik ki, belə bir zərurət var ki, xüsusi qərar çıxarılmalıdır. Həm müstəntiq haqqında, həm də hakimlər haqqında. Çox təəssüf edirik ki, deməli məhkəmə işə qərəzli baxdı, apellyasiya məhkəməsi və qəbul edilən qərar da nə qanuni, əsaslı və ədalətli deyil. Ona görə də həmin apellyasiya məhkəməsinin qərarlarına təbii ki, kassasiya şikayəti veriləcək və ölkə daxili müdafiə prosesləri düşəndən sonra yəqin ki, Avropa məhkəməsinə təqdim olunacaq. Mən belə məhkəmələr haqqında eşitmişdim. Amma mən dəhşətə gəldim. Bir məntiq adamı olaraq, bir riyaziyyatçı olaraq. Vəkillər tam sübut elədi ki, Rıza Səfərsoyun heç bir günahı yoxdur. Lakin analogu görünməyən qərar verdilər. Və qanunlar obyektiv keçərlidir. Bu dünyanın verdiyi tərifdir. Böyük filosof Viktor Hugo isə belə bir tərif verib. Azərbaycan kimi dövlətlər üçün qanun yoxsulların çəpəridir. Dövlətlər istənilən vaxt bu çəpəri yara bilir. Yəni, bu analogu görünməyən məhkəmə aparıldı. Görünür ki, mən analogu olmayan sözün işlədirəm. Amma ola bilsin ki, bu məhkəmələr elə çox adamları belə şərləyib tutublar. Yəni, bu adi hal alıb. Mən düşünürəm ki, həm elm xadimi olaraq, həm din xadimi olaraq insanların Allah tərəfindən idarə olunması, dövlət tərəfindən idarə olunması var. Allahın da səbri var. Allah tezliklə bunların bəlasını versin. Müqəddəs Ramazan ayında mən dua eləyirəm və dua edəcəyəm ki,
Ya Rəbbim, bu haqsızlığa sən özün son qoyasan. Sağ olun. Allah Rıza bəyə sağlamlığını qorusun, iradəsini artırsın. O illər elə gəlib keçəcək, günlər gəlib keçəcək ki, biz Rıza bəylə heç düşünməyəcək ki, bu bir il keçdi, il yarım keçdi. Bu müddətdə sonra biz onunla görüşəcək inşallah. Vallahi hər dəfə də eyni sözü işlədirəm. Bu günlərim ümumiyyətlə dəhşətli bir an idi. Belə çıxır ki, bu qədər haqq sübut yetirir, bu qədər vəkillərin gətirdiyi əsaslar, dəlillər və eyni zamanda Ədalət Məhkəməsi deyilən bir prinsipi 6 ay bu qədər məsələni uzatmaq, bu qədər dəlil yığmaq bir cümlədən ibarət imiş. O cümlə də ondan ibarət idi ki, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılır. Bunu saxlayasıydısam 6 ay bu apellyasiya məhkəməsini nəyə uzadırsan? Nəyə cəmaata əziyyət verib danışırsan? Niyə cəmaatdan şey yığırsan? Ümumiyyətlə Azərbaycanda bura analogsuz bir ölkədə burada məhkəmə sistemini ləğv etmək lazımdır. Bax, həm doğub həm də göbəyini kəsən polis olsun. Elə polis oradan bir dəfəlik qərar versin. Bu qədər 50 min, 30 min məhkəmə işçisi nəyə ştata yığıb bura? Əgər bu məhkəmə polisin qərarını dəyişə bilməyəcəksə, haqsız, haqlı, nə bilim, nə dəyişə bilməyəcəksə, mənim bu qədər bu məhkəmə sisteminə nə ehtiyac var? Elə polis oradan tutsun, iş cəzasını da versin, yola salsın. Belə biabırçılıq olmaz. Bu qədər biabırçılıq olmaz. Mən bu günlərim doğrudan dəhşətə gəldim. Demək 6 aydır sən bu insanları incidirsən, vəkilləri incidirsən, dəlilləri incidirsən bir cümlə üçün. Məhkəmənin qərarı qüvvədə qalır. Bir cümlə üçün. Mən heç nə demirəm. Da ən gözəl sözləri dedilər. Amma mən inanıram, bütün varlığımla, ruhumla inanıram, canımla inanıram ki, bu belə getməyəcək. Əvvəla Fərqanə xanım, Rıza bəy həbs olunandan bu günə qədər hər kim ki, hər hansı bir mənada Rıza bəyə dəstək olubdur, həmçinin də siyasi məhbuslara dəstək olubdur. Mən öz ənənəmə sadiq qalaraq onlara yenə də öz təşəkkürümü bildirirəm. Qar, çoğun, isti, soyuq bilmədən məhkəmə binalarının qarşısına gələn Azərbaycanın vətənpərvər oğul və qızlarına çox sağ ol deyirəm. Qaldı sizin sualınıza təbii ki, Rıza Səfərsoy 1 il 4 aydır ki, həbsdədir, 16 aydır həbsdədir. Demək, Rıza bəy Səfərsoy həbsdə qaldığı müddət ərzində günü-gündən sağlıq durumu pisliyə doğru irəliləyir. Hal-hazırda Rıza bəy ölüm qalım savaşı verir. Ona görə də bildirdi ki, prokuror xanım olmasın, Azərbaycan hakimiyyətində əyləşənlər vəzifə üçün, mövqe üçün anasını, bacısını, arvadını, qızını, namusunu, qeyrətini satanlarda o olmasa da Rıza bəydə o namus, o qeyrət var. Çünki Rıza bəy vətən uğrunda vuruşmuş qazi bir oğuldur. Mərd, igid bir qəhrəmandır. Ona görə istəmədi ki, prokuror qadın olsun, nədirsə də tənqidi fikir eşitsin. Qeyd edək ki, Rıza Səfərsoy Cinayət Məcəlləsinin 228.1-ci qanunsuz silah saxlama maddəsi ilə ittiham olunur. O 23 noyabr 2023-cü ildə həbs edilib. Polis əməkdaşları onun evindən qanunsuz silah tapdığını iddia edib. Səfərsoy qanunsuz silah saxlamaq ittihamını qəbul etmir. Həbsini siyasi fəaliyyətinə görə olduğunu bildirir. Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.